Allahu Akbar, Allahu Akbar. Allahu Akbar, Allahu Akbar. İn uridu illa'l islaha mastata'tu. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alamin. Və salatu və selamu ala əşrafil ənbiya'i vəl mursalin. Nəbiyyina Muhammedin və ala alihi və sahbihi əcmain. Elhamdülillah, yenə Rasulullah sallallahu aleyhi və səlləmin mübarək həyatını, sirasını davam edirik. Və o vaxt ki, Peyğəmbər sallallahu aleyhi və səlləm 25 yaşına çatmışdı. Xədicə binti Xuveylid Peyğəmbər sallallahu aleyhi və səlləmə ailə qurmaq üçün təklif elədi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də Xədicənin bu təklifini qəbul edib Məkkə şəhərində ailə qurdular. Bu barədə İbn İshaq rahimehullah rəvayət eləyir ki, Xədicə binti Xuveylid ticarətlə məşğul olardı, şərəfli və imkanlı bir xanım idi. Ticarət işləri üçün işçiləri də var idi. Xədicə bir gün eşitdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm doğru danışan, son dərəcə güvənilən, gözəl əxlaqa sahibdir və ona xəbər göndərdi ki, onun mallarını Şama ticarət etmək üçün apara bilərmi və ona başqa tacirlərə verdiyi payın ən çoxunu verəcək. Peyğəmbər sallallahu aleyhi və səlləm də Xədicənin bu təklifini qəbul etdi və Xədicənin ticarət mallarını Şama apardı. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında Xədicənin sadiq xidmətçisi Meysara da var idi. Məkkəyə qaydanda Xədicə mallarında bu vaxta qədər görmədiyi bir artım, bərəkət gördü. Meysara da Peyğəmbər sallallahu aleyhi və səlləmi Xədicəyə çox tərifləyirdi və Xədicə də Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı sevgi oyandı. Həmçinin Xədicə dul qadın olduğundan Məkkədə olan qəbilə başçıları, əşrəfləri Xədicəyə evlilik təklifi edirdilərsə də Xədicə o təklifləri rədd edirdi. Lakin Xədicə Peyğəmbər sallallahu aleyhi və səlləmdən xoşu gəldiyi üçün rəfiqəsi Nəfisəyə danışdı ki, və o da razı olarsa onunla ailə həyatı quraram dedi. Və Nəfisə gəlib Xədicənin təklifini Peyğəmbər sallallahu aleyhi və səlləmə danışdı. Peyğəmbər sallallahu aleyhi və səlləm də razı olub əmirlərini elçi göndərdi və bu nikah baş tutdu. Həmçinin o vaxtı Peyğəmbər sallallahu aleyhi və səlləmin 25, Xədicənin isə 40 yaşı var idi. Xədicə Peyğəmbər sallallahu aleyhi və səlləmin birinci ailə qurduğu xanım idi və o ölənə qədər də başqa bir xanımla ailə qurmadı. Peyğəmbər sallallahu aleyhi və səlləmin Xədicədən 6 övladı dünyaya gəldi. Onlar Qasim, Zeynəb, Ruqeyyə, Ümmü Kulsum, Fatimə və Abdullah idi. Peyğəmbər sallallahu aleyhi və səlləm Qasimlə künyələnmişdir. Məkkədə ona Əbülqasim, yəni Qasımın atası deyərdilər. Lakin Qasımla Abdullah kiçik yaşlarında vəfat etdilər və Peyğəmbər sallallahu aleyhi və səlləm Xədicə ilə 25 il birlikdə yaşadılar. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm təxminən 35 yaşına çatanda Qureyş qərara gəldi ki, Kəbəni söküb yenidən tiksinlər. Çünki Kəbənin binası çox qədimdən tikildiyi üçün divarları və tavanı çox ciddi zədələrə məruz qalmışdı. Sel suları Kəbəyə zərər toxundurmuşdu və Qureyş ittifaq etdi ki, Kəbənin inşasında halal maldan istifadə olunacaq və Kəbəni söküb yenidən tikməkdən başqa çarələri yox idi. Lakin Kəbənin köhnə divarlarını sökməyə qorxurdular. Lakin ən birinci Kəbənin daşlarını Vəlid ibn Muğirə sökməyə başladı. Və cəmaat gördü ki, Vəlidə heç nə olmadı. Onlar da başladılar kömək etməyə və Kəbəni tikərkən Peyğəmbər sallallahu aleyhi və səlləm də kömək edirdi. Kəbənin inşası üçün daş daşıyırdı. Əmsi Abbas dedi ki, ey qardaşımın oğlu, izarını qaldır çiyninə qoy ki, daş çiynini ağrıtmasın. O da izarını qaldıranda huşunu itirib yerə yıxıldı. Gözləri səmaya dikildi. Sonra ayılan kimi izarım dedi və durub izarını bağladı. Artıq o gündən sonra onu heç vaxtı izarsız görmədik. Buxari, Müslim rivayət edib. Və Kəbənin tikintisi Bəqum adında Bizanslı memara həvalə edildi və Ciddə şəhəri yaxınlığında dənizin sahilində sıradan çıxmış gəmi qalmışdı. Qureyş həmin gəminin taxtalarını gətirib Kəbənin damının örtülməsi üçün istifadə etdilər və növbə gəlib çatdı qara daşı
düzəldilən yerə qoymağa, bu şərəfə kim layiq olması üçün qəbilələr arasında ixtilaf düşdü. 4-5 gün mübahisə etdikdən sonra Əbu Umeyyə dedi ki, baxın, məscidin qapısından ilk gələn şəxs qara daşı o yerinə qoysun. Hamı bu təklifi bəyəndi. Allah subhanahu wa ta'ala gələcəkdə olan elçisi Muhammədi sallallahu aleyhi və səlləm gətirdi. Cəmaət Peyğəmbər sallallahu aleyhi və səlləmin gəldiyini görəndə hamı sevindi və dedilər ki, biz razıyıq, bu əl-əmindir, əmanətə sadiq olandır, Muhamməddir sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mənə bir parça gətirin. Qara daşı götürüb parçanın ortasına qoydu və dedi ki, indi hər tayfa başçısı parçanın kənarlarından tutub qaldırsın. Onlar da elə etdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm öz mübarək əlləri ilə qara daşı götürüb Kəbənin küncündə düzəldilən yerə qoydu. Abdurrazaq, Beyhəqi, İmam Əhməd rəvayət ediblər. Və Qureyş istədikləri insanın Kəbəyə daxil olması üçün Kəbənin qapısını yerdən 2 metr hündürə qaldırdılar. Binanın hündürlüyü isə təxminən 15 metr olmuşdu. İçində 6 ədəd sütun qoyuldu. Qara daşın yerdən hündürlüyü isə 1,5 metr idi. Bu hadisəni İmam Təbəri İbn Hişam rəvayət ediblər. Ayşə radiyallahu anhə rəvayət edir ki, bir gün soruşdum ki, ya Rasulullah, Kəbənin qırağında olan aypara yeri Kəbədəndirmi? Dedi ki, bəli. Yəni soruşdum ki, bəs nə üçün onu Kəbəyə birləşdirmədilər? Dedi ki, qövmünün imkanı çatmadığı üçün. Yəni soruşdum ki, bəs Kəbənin qapısını nə üçün yuxarı qaldırdılar? Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, istədikləri insanı içəri buraxmaq üçün. Əgər sənin qövmün cahiliyyətdən yeni ayrılmış olmasaydı və ya onlarda nifrət olmamasını bilsəydim, Kəbəni İbrahim əleyhissalamın tikdiyi kimi edərdim. Aypara divarı Kəbəyə birləşdirər, qapısını da söküb yerə salardım. Buxari rəvayət edib. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərlikdən öncə heç bir vaxtı içki içməz, bütlərin qarşısında kəsilən heyvanın ətindən yeməzdi, bütləri sevməzdi və Qureyşin batil toplantılarına qarışmazdı. Lat və Uzzaya bütlərə and içməzdi. İbn Əsr rahimehullah rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərlikdən öncə 2 dəfə cahillik adətlərinə təşəbbüs etmək istədim, lakin Allah Teala onlarla mənim arama əngəl qoydu buyurur və bundan sonra Peyğəmbərlik ehsan etdi. Zeyd ibn Harisə radiyallahu anhu rəvayət edir ki, Kəbənin yanında İsaf və Nailə adında tuncdan düzəldilmiş 2 büt var idi. Müşriklər Kəbəni təvaf edəndə əllərini o bütlərə sürtərdilər. Bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Kəbəni təvaf etdim. Bütlərin yanından keçəndə əllərimi bütlərə sürtdüm. Peyğəmbər sallallahu aleyhi və səlləm mənə dedi ki, əlini onlara sürtmə. Təvaf etməyə davam etdik. Bütlərə gəlib çatanda dedim, əlimi yenə sürtüm görək nə olur. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, sənə onlara əl vurmağı qadağan etmədimmi? Həkim Beyhəqqi rəvayət ediblər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərlikdən qabaq da qövmünün arasında ən gözəl əxlaq sahibi idi. Doğru danışan idi, ən güvənilən, mülayim xasiyyətli, ən iffətli, ən çox yaxşılıq edən bir şəxs idi. Qövmü ona Əl-Əmin ləqəbini vermişdilər. Etibarlı, güvənilən. Və Peyğəmbər sallallahu aleyhi və səlləm 40 yaşına çatmışdı, insanlardan uzaqlaşıb təkliyə çəkilmək ona sevdirilmişdi. Və evdən azuqəsini götürüb Kəbəyə təxminən 5 kilometr aralıda olan Hira dağına gedərdi və Hira mağarasında təkcə qalardı, Allaha ibadət eləyərdi. Tez-tez yuxular görməyə başlamışdı. Gördüyü yuxular səhər aydınlığı kimi açılardı, düz olardı. İbn Həcər rahimehullah deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə ilk vəhy doğru olan yuxularla oldu. O, oyaq ikən isə, gələn ilk vəhy isə Ramazan ayında Hira mağarasında oldu. Ayşə radiyallahu anhə rəvayət edir ki, möminlərin anası bir gün Cəbrail əleyhissalam Hira mağarasında Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldi və ona oxu dedi. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mən oxuya bilmirəm. Bu vaxtı mələk məni tutub taqətim kəsilənə qədər sıxdı və buraxıb yenə dedi ki, oxu. Mən də dedim ki, mən oxuya bilmirəm. Yenə məni tutub sıxdı və dedi ki, oxu. Və Allah subhanahu wa ta'ala'nın bu ayələrini nazil etdi. Allah subhanahu wa ta'ala buyurur ki, Əuzu billahi mineşşeytanirracim. İqra bismi rabbikellezi xalaq. Xalaqal insana min alaq. İqra və rabbukal əkram. Ellezi allama bil qalam. Allamal insana ma lam ya'lam. Kalla innal insana la yatqa. Oxu, yaradan Rəbbinin adı ilə. O insanı qan laxtasından yaratdı.
Oxu, sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O qələmlə yazmağı öyrətdi, insana bilmədiklərini öyrətdi. Bu Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil olan Allah Teala'nın ilk ayələri idi. Ələq surəsinin 5 ayəsi nazil oldu və bundan çox qorxdu Peyğəmbər sallallahu aleyhi və səlləm, tələsik bir halda qaçaraq Hira dağından düşüb evinə qayıtdı və gəlib yatağına uzandı, titrəyərək deyirdi ki, örtün məni, üstümü örtün. Sonra qalxanda dedi ki, ey Xədicə, mənə nə olur? Çox narahat oldum, özüm üçün qorxuram. Xədicə dedi ki, əsla qorxma, Allah səni heç vaxt rüsvay etməz. Çünki sən qohumlarla əlaqəni saxlayan, zəiflərin yükünü daşıyan, yoxsullara pay verən, qonağa yaxşı baxan, haqq yolda insanlara yardım edənsən. Buxari, Müslim rivayet edib. Sonra Xədicə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə əmisi oğlu Varaqa ibn Nofəlin yanına gəldilər. Varaqa qocalmış və gözləri tutulmuşdu və Nəsrani dinində idi. İncili İbranicə yazardı. Xədicə dedi ki, ey əmim oğlu, dinlə gör qardaşın oğlu nə görüb, nə eşidib? Varaqa dedi ki, ey qardaşım oğlu, nə görmüsən? Peyğəmbər sallallahu aleyhi və səlləm mağarada başına gələnləri danışdı. Bu vaxtı Varaqa dedi ki, o Musa əleyhissalama gələn namusdur. Kaş ki, gənc olardım və qövmün səni şəhərindən çıxardanda sənə kömək edə biləydim. Bu vaxtı Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, məgər qövmün məni buradan çıxardacaqlarmı? Varaqa dedi ki, bəli, sənin gətirdiyinin bənzərini gətirmiş elə bir kişi gəlməmişdir ki, yəni Peyğəmbər ona da düşmənçilik edilməsin. Əgər mən sənin dəvət edəcəyin vaxta yetişsəm, sənə çox güclü dəstək olaram. Bundan sonra az bir müddət keçdi, Varaqa vəfat etdi. Peyğəmbər sallallahu aleyhi və səlləmə gələn vəhy də bir müddət dayandı. Buxari Müslim rivayet edib. Və bundan sonra vəhy bir neçə gün gəlmədi. İbn Abbas radiyallahu anh deyir ki, həmin vaxtı təxminən 3 gün, 4 gün vəhy gəlmirdi. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, gedirdim, birdən səs gəldi, sağıma soluma, arxama baxdım, heç nə görmədim. Yuxarı başımı qaldıranda o mənə Hira mağarasında gələn mələyi gördüm. Göy ilə yer arasında kürsüdə oturmuşdu. Deyirdi ki, Muhammed, sən Allahın rəsulusan, mən də Cəbrailəm. Onu görəndə çox qorxdum və tələsik qaçaraq evə gəldim və yatağıma uzanıb məni örtün dedim, üstümü örtdülər. Və Allah subhanahu wa ta'ala sonra bu ayələri nazil etdi. Allah subhanahu wa ta'ala buyurur ki, Ya eyyuhel muddəthir, qum fəənzir, və rabbəkə fəkəbbir, və siyəbəkə fətahhir, və rüczə fəhcur. Ey libasına örtünüb bürünən, qalx və insanlar xəbərdar et, Rəbbini uca tut, geyimini təmiz saxla, pis şeyləri tərk et. Müdassir surəsi 1-dən 5-ə qədər. Bu ayələrdən sonra ayələr davamlı olaraq nazil oldular. Vəhy Peyğəmbər sallallahu aleyhi və səlləmə bir neçə formada gəlirdi. Ayşə anamız radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə ilk vəhy gözəl yuxular vasitəsilə gəlmişdi. Onun gördüyü yuxular sübhün aydınlığı kimi düz olardı. Haris ibn Hişam deyir ki, soruşdum ki, ya Rasulullah, vəhy sənə necə gəlir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, bəzən vəhy zınqırov cincildisi kimi gəlir və ən ağır olanı da elə budur. Bu hal məndən çəkilən kimi mələyin mənə söylədikləri yadımda möhkəm qalırdı. Bəzən də mələk kişi qiyafəsində görünür, mənimlə danışır, mən də onun dediyini yadda saxlayıram. Ayşə radiyallahu anhə deyir ki, mən çox soyuq bir gündə Allahın elçisinə vəhy nazil olduğunu görmüşəm. Bu hal ondan çəkilərkən alnından mirvari dənələri kimi tər axardı. İbn Qeym rahimehullah deyir ki, Allah subhanahu wa ta'ala buyurur ki, qalx və insanları xəbərdar et, yəni dəvət et. Azğınlıqdan, zəlalətdən, Allaha şərik qoşmaqdan, ad və sifətlərindəki şirkdən, yalnız Rəbbini ucalt, ona təzim et və ona heç nəyə şərik qoşma və ehtiyaclarını ondan istə və özünü bütün pisliklərdən təmizlə, təmiz saxla, mənəvi və ya cismani təmiz ol. Nə Rəbbinə şərik qoşma, günah etmə, asi olma, nə də paltarını, libasını çirkli saxlama, bədənini çirkli saxlama, daima təmiz ol və pis şeyləri tərk et, bütləri və onlara xidmət etməyi tərk et. Günah etmə, asi olma və sonra insanlara yaxşılıq edib sonra başa qalxma və ya etdiyin yaxşılığı gözündə böyütmə və ya çox yaxşılıq etdim deyə dayanma, davam et və bu yolda Rəbbin üçün səbr et. Çünki Allah bilir ki, bu yolda çoxlu çətinliklər olacaq, sıxıntılar olacaq, çünki dəvət etmək asan deyil, səbr istəyir.
və bu ayədən sonra Peyğəmbər sallallahu aleyhi və səlləmə başladı dəvət etməyə, lakin bu dəvət birinci gizli oldu 3 il. Və burada dayanaq, Allah subhanahu wa ta'ala bizə eşitib faydalanlardan etsin. Yenə Allah Teala'nın izni ilə davam edərik. Və sallallahu alə seyyidina Muhammedin və alə alihi və sahbihi əcməin.